Dövlət əmlakının icarəyə verilməsi ilə bağlı qanunvericiliyin tələbləri nələrdir? Fiziki və hüquqi şəxslər daşınmaz dövlət əmlakına icarə müqaviləsi əsasında icarə haqqı ödəməklə müddətli sahib olmaq və bunlardan istifadə etmək hüququna malikdir. İcarəçinin icarə hüququ çıxarışla qeydə alınır. Müqavilədə icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddəti, əmlakın ikinci əldən icarəyə verilməsi imkanına münasibət, icarəyə götürülmüş əmlakın tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, əmlakın müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, o cümlədən icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakın müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarə verənə qaytarmaq vəzifəsi müəyyən edilir.